Herkese salam. Bugün 5 dəqiqəyə hazırlaya biləcəyiniz yumuşaq zebra keksinin reseptini sizinlə bölüşəcəyəm. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. 4 ədəd yumurtaya 1 paket şəkərli vanilin, 1 stəkan yarım şəkər tozu əlavə edirik. Şəkər tozu əriyib yumurtanın rəngi ağaranadək mikserlə qarışdırırıq. Üzərinə 1 stəkan duru yağ, yarım stəkan süd, 2 stəkan yarım un, 1 paket qabartma tozu əlavə edib, bütün ərzaqlar birləşənədək qarışdırmağa davam edirik. Xəmirin yarısını başqa qaba əlavə edək. Digər yarısına 2 yemək qaşığı kakao və 2 yemək qaşığı su əlavə edib qarışdıraq. Qəlibi duru yağla yağlayaq, növbə ilə hər iki xəmirdən əlavə edək. Xəmiri əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada alt-üst rejimdə bişiririk. Təxminən 30 dəqiqə bişir. Bişməsini çöplə yoxlaya bilərsiniz. Keksi qəlibdən çıxarırıq. Mən keksimizin üzərinə şəkər pudrası da səpələdim ki, görüntüsü daha da gözəl olsun. Yumuşaq süngər kimi keks oldu. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Əgər videomu bəyəndinizsə, like edib, rəy yazıb, yaxınlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik!